Salam əziz izləyicilər, biz bugün sizlərlə güvən test toplusundan yerin öz ox ətrafında hərəkəti bölməsindən sualların izahlarına baxaq. Birinci sual, qeyd olunub ki, 87 dərəcə şərq uzunluğundakı məntəqə hansı saat qurşağında yerləşir? Müəyyən edərik ki, 87 bölərik 15-ə və 5 saat qalıq 12'dir. Qalıq 15'in yarısı 7,5'dən çox olduğu üçün 5'in üzərinə bir vahid əlavə edərik və yerləşər 6-cı saat qurşağında. Demək 87 dərəcə şərq uzunluğu 6-cı saat qurşağında yerləşmiş olur. Düzgün cavab B variantı. Növbəti ikinci suala baxırıq. Yerin öz oxu ətrafında hərəkət zamanı hansı məntəqənin fırlanma sürəti daha böyükdür? Biz bilirik ki, yer öz ox ətrafında fırlanma zamanı ekvator boyu ərazilərdə fırlanma sürəti çox, qütbə yaxınlaşdıqca isə fırlanma sürətinin az olduğunu görərik. Və burada ekvator üzərində yerləşən 3-cü məntəqədə fırlanma sürəti daha böyükdür. Düzgün cavab da C variantı olur. Növbəti 3-cü suala baxırıq. 3-cü sualda öz oxu ətrafında fırlanan yer kürəsi 10 dərəcəlik qövsü neçə dəqiqəyə qət edər? Biz yer kürəsinin 1 dərəcənin 4 dəqiqəyə qət etdiyini bilirik və 10 dərəcəni də 40 dəqiqə ərzində qət etmiş olacaq. Düzgün cavab B variantı. 4-cü sual. Coğrafi uzunluqlardan hansı 15-ci saat qurşağında yerləşmir? 15-ci saat qurşağının orta meridianı müəyyən edək. 24 çıxılsın 15 əldə edərik 9. 9'u vurarıq 15'ə əldə edərik 135 dərəcə qərb uzunluğu. Yəni 15-ci saat qurşağı şərq yarımkürəsində yerləşə bilməz. Ona görə 135 dərəcə qərb uzunluğu olur. Həmin məntəqənin orta meridianı keçir 135 qərb uzunluğundan və bir də biz onun kənar meridianlarını müəyyən etmiş olaq. Kənar meridianları da 135 qərb uzunluğundan 7,5 şərqə, yəni 127 qərb uzunluğu 127,5 dərəcə qərb uzunluğu və qərbə isə 142,5 qərb uzunluğu olmuş olacaq. Bizdən də soruşulan uzunluqlar elə bir uzunluq müəyyən etməliyik ki, bu daxildə yerləşməməlidir. Baxırıq ki, 131 qərb uzunluğu yerləşir bu daxildə, 140 yerləşər, 135 orta meridiandır, 128 yerləşir, amma 143 isə bu daxildə yerləşmir. Bizdən də yerləşməyəni soruşur. Düzgün cavab B variantı. Növbəti 5-ci suala baxırıq. Qeyd olunub ki, 21-ci saat qurşağının orta meridianı 21-ci saat qurşağının orta meridianı tapmaqdan ötürü 21-ci saat qurşağı biz bilirik ki, qərb yarımkürəsində yerləşir. Onun üçün 24-dən çıxıraq 21-i müəyyən edirik 3. 3'ü vururuq 15'ə. Yer kürəsi 1 saat ərzində 15 dərəcə döndüyü üçün əldə edirik neçə dərəcə? 45 dərəcə. 21-ci saat qurşağı qərb yarımkürəsində yerləşdiyi üçün 45 dərəcə qərb uzunluğunda həmin məntəqə yerləşəcək. Düzgün cavab C variantı. 6-cı sual. 6-cı sualda qeyd olunub ki, 15-ci saat qurşağının orta meridianı və yaxşı sualda qeyd etdik. 15-ci saat qurşağının orta meridianı 24 çıxılsın 15, 9 qaldı. 9'u da vurduq 15'ə və bu da yerləşəcək
Deməli 135 qərb uzunluğunda qeyd etmişdik ki, 1-ci 11-ci saat qurşaqları şərq yarımkürəsində, 13-cü 23-cü saat qurşaqları qərb yarımkürəsində, 0, 12 və 24 həm qərb, həm də şərq yarımkürəsində yerləşmiş olacaq. Növbəti 7-ci suala baxaq. Qeyd olunub ki, 45 şərq uzunluğu 45 şərq uzunluğu ilə 35 qərb uzunluğu arasındakı nə qədər yerli vaxt fərqi var? Bu olsun Greenwich meridianı və bir də 35 qərb uzunluğu. Baxırıq ki, bunlar arasında dərəcə olaraq neçə dərəcə fərq var? 80 dərəcə fərq var. Və yerli vaxtı müəyyən edək. 80-i bölərik 15-ə. Yer kürəsi 1 saat 15 dərəcə döndüyü üçün 80 dərəcəni nə vaxtda fırlanar? Müəyyən edərik ki, buradan 5 saat, 5-dən 15-ün 75. Qalıq gördük ki, 5 qaldı. Və 5 dərəcəni də yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlandığı üçün 5 dərəcəni də vuraraq 4-ə müəyyən edərək ki, bunlar arasında 5 saat 20 dəqiqə zaman fərqi olmuş olacaq. Düzgün cavab C variantı. Növbəti suala 8-ci suala baxırıq. Yer kürəsi 45 dərəcə fırlanması üçün neçə dəqiqə lazımdır? Yer kürəsi 45 dərəcə fırlanması 1 saata 15 dərəcə döndüyü halda 45 dərəcə fırlanmasına 3 saat vaxt lazımdır. 3 saatımız da 3 dənə 60 edir 180 dəqiqə. Düzgün cavab B variantı. Növbəti 9-cu suala baxırıq. 85 dərəcə şərq uzunluğunda saat 12:30 olarsa 155 dərəcə şərq uzunluğunda saat neçə olar? İlk öncə həmin məntəqələri qeyd etməliyik. %85 şərq uzunluğu. Burada saatı qeyd edib ki 12:30'dur. Digər məntəqə isə yerləşir 155 şərq uzunluğunda. Baxırıq ki, bunlar arasında ilk öncə dərəcə fərqini müəyyən edək. Bunlar arasında dərəcə fərqi nə qədər eləyir? Müəyyən edirik ki, bunlar arasında 70 dərəcə fərqi var. Və 70 dərəcə neçə saat etdiyini müəyyən etməkdən ötürü 70'i bölürük 15'ə. Əldə edirik 4 saat. Qalıq da qalır 10. 10 da vururuq 4'ə. 4 saat 40 dəqiqə zaman fərqi var. Və 85 şərq uzunluğunda 12:30'dursa 12:30'dursa 155 şərq uzunluğunda ondan 4 saat 40 dəqiqə irəli zaman irəli olacaq. Yəni üzərinə gəlirik neçə? 4:40. Və buradan müəyyən edirik ki, deməli 17:10 olur. 155 dərəcə şərq uzunluğunda da olur 17:10. Bunlar arasında da 4 saat 40 dəqiqə zaman fərqinin olduğunu müəyyən etdik. Düzgün cavab olur D variantı.
Növbəti suala baxırıq, 10-cu suala. Qeyd olunub ki, 125 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə saat 13:20 olduqda London şəhərində saat neçə olar? İlk öncə həmin məntəqə qeyd olunmalıdır. Həmin məntəqə 125 şərq uzunluğundadır həmin məntəqə və saatı da qeyd edib ki, saat da həmin məntəqədə 13:20-dir. Və Londonda saatı soruşur bizdən. Londonda 0-cı meridiandan keçir. Baxırıq ki, bunlar arasında ilk öncə dərəcə fərqini müəyyən etməliyik. Dərəcə fərqi nə qədərdir? 125 dərəcə fərqin olduğunu müəyyən etmiş oluruq. Və 125 dərəcəni saata çeviririk. Bölürük 15-ə. Və buradan əldə edirik ki, 8 saat qalıq qalır 5. 5-i də vuraraq 4-ə eləyir 8 saat 20 dəqiqə. Deməli, bunlar arasında Londonla 125 şərq uzunluğu arasında 8 saat 20 dəqiqə zaman fərqi var. 20 dəqiqə zaman fərqinin olduğunu müəyyən edirik. Və 125 şərq uzunluğunda zaman irəli olduğu üçün 13:20-dir və 13:20-ni 8 saat 20 dəqiqə geri çəkirik ki, Londonda saatı müəyyən edək həmin vaxtı. Və buradan 13:20-dən çıxırıq 8:20-ni. Və buradan müəyyən edirik ki, həmin vaxtı Londonda 5:00-dır. Düzgün cavab C variantı. Növbəti 11-ci suala baxırıq. Qeyd olunub ki, sxemdə verilmiş A, B məntəqələri arasındakı qurşaq vaxt fərqini soruşur bizdən. Baxaq. A bərabərdir A48 qərb uzunluğundadır. B isə B bərabərdir 57 şərq uzunluğunda. Biz ilk öncə bunların qurşaq vaxt fərqi dediyi üçün bunların orta meridianı müəyyən edək. Yəni bunlar neçən saat qurşağında yerləşir? 48-i bölərik 15-ə. 48-i 15-ə bölən zaman müəyyən edərək ki, 3/15 yerləşir və qalıq 3 qalır. 7/5-dən kiçik olduğu üçün qalığa dəymirik. Və 48 dərəcə qərb uzunluğu 3 saat qurşağında yerləşə bilməz. Onun üçün 24 çıxılsın 3 edir. Bu 21-ci saat qurşağında. Və sonra B məntəqəsinə baxırıq. 57 dərəcə şərq uzunluğunu 57 dərəcə şərq uzunluğu neçən saat qurşağında yerləşir? 57-ni bölürük 15-ə. Və 3 dəfə düşür və qalıq da 7/5-dən çox olduğu 12 olduğu üçün üzərinə bir vahid əlavə edirik və yerləşir 4-cü saat qurşağında. Müəyyən etdik ki, 48 dərəcə qərb uzunluğu 21-ci, 57 dərəcə şərq uzunluğu isə yerləşir neçənci saat qurşağında? Yerləşir 4-cü saat qurşağında yerləşir. Bizdən də soruşur ki, bunlar arasında qurşaq vaxt fərqi. Baxırıq ki, qərb yarımkürəsində və şərq yarımkürəsində 21-dən 24-ə qədər müəyyən etdik ki, 3 saat qurşağı və 0-dan da 4-ə qədər 4 saat qurşağı. Bunlar arasında 7 saat qurşağı fərq var. 7
7 qurşaq. Düzgün cavab olur A variantı. Növbəti 12-ci suala baxırıq. 12-ci sualda qeyd olunub ki, 8-ci saat qurşağı hansı coğrafi uzunluqlar arasında yerləşir? Biz 8-ci saat qurşağının biz bilirik ki, 8-ci saat qurşağı şərq yarımkürəsində yerləşir. Və 8-i vururuq 15-ə. Edir 120 şərq uzunluğu. 120 şərq uzunluğu bunun orta meridianıdır. Bunun kənar meridianları müəyyən edək. Şərqdə 127,5 şərq uzunluğu və edəcək bir də digər tərəfi də 112,5 şərq uzunluğu. Şimdi buradan müəyyən edək. Sərhədlərin soruşur bizdən. Buradan müəyyən edirik ki, hansı uzunluqlar arasında yerləşdi? 127 şərq uzunluğu və 112 şərq uzunluğu arasında. Düzgün cavab olur D variantı. Növbəti sual. Növbəti 13-cü suala baxırıq. 13-cü sualda qeyd olunub ki, 12 dərəcə şərq uzunluğu ilə qeyd edək. Şərq uzunluğu ilə 29 qərb uzunluğu arasında biri şərqdədir, biri qərbdədir. Toplayırıq. Qərb uzunluğu arasında yerli vaxt fərqini hesablayın. Biz də 12 ilə 29-u toplayırıq. Əldə edirik ki, bunlar arasında 41 dərəcə fərqi var. 41 dərəcə. Və yer kürəsi də 1 dərəcəni 4 dəqiqəyə fırlandığı halda 41 dərəcəni də fırlanarına vaxtda müəyyən etdik ki, 164 dəqiqəyə qət edər. Düzgün cavab A variantı. Növbəti sualın izahına baxırıq. 14-cü sual. Qeyd olunub ki, Bakıda yerli vaxtla saat 14:00 olarsa, başlanğıc meridianda saat neçə olar? Biz Bakını qeyd etməliyik. Bakı yerləşir 50 şərq uzunluğunda. Bakıda saatı verib 14:00'dur və başlanğıc meridianından da söhbət açır. Başlanğıc meridianı da hansı meridianda? Greenwich meridianıdır. Və bu da 0-cı meridian. Biz bilirik ki, bunlar arasında ilk öncə biz dərəcə fərqini müəyyən etməliyik. Müəyyən edirik ki, bunlar arasında neçə dərəcə fərqi var? 50 dərəcə. 50-ni bölürük 15-ə. Müəyyən edirik nə qədər? 3 saat. 3 sənə 15-in 45 eləyir. Qalıq 5 qalır. Və qalığı da yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlandığı üçün 5 dərəcəni də 5-dən 4 20 dəqiqəyə fırlanır. Müəyyən edirik ki, bunlar arasında 3 saat 20 dəqiqə zaman fərqi var. 3 saat 20 dəqiqə zaman fərqi var. Və Bakıda 14:00'dursa 14:00'dırsa Londonda saat neçə olduğunu müəyyən edirik. Bunu yazırıq 10, 13, 60 kimi yazırıq. 13:60 çıxılsın neçə? 3 saat 20 dəqiqə. Buradan tapırıq 40 və 10:40. Müəyyən edirik ki, həmin vaxtı
başlanğıc meridianında saat 10:40 olar. Düzgün cavab B variantı. Növbəti 15-ci suala baxaq. 15-ci sualda nə deyir bizə? Deyir ki, 11-ci və 7-ci saat qurşağının orta meridianları arasında coğrafi uzunluq fərqi. Biz 11-i vururuq 15-ə, müəyyən edirik ki, 11 həm də şərq yarımkürəsində yerləşəcək. Yerləşir, deməli 165 dərəcə şərq uzunluğunda. Şərq uzunluğunda yerləşdi. Bu oldu neçənci saat qurşağı? 11-ci saat qurşağı. 7-ci saat qurşağı da 7 dənə 15-in neçə edir? 7-dən 15 edir 105. Bu da yerləşir 105 dərəcə şərq uzunluğunda. Bizdən də soruşur ki, bunların orta meridianlar arasında coğrafi uzunluq fərqi. Bu da yerləşdi neçənci saat qurşağı oldu? Bu da 7-ci saat qurşağı oldu. 165-dən çıxarıq 105-i. Müəyyən edirik ki, bunlar arasında 60 dərəcə fərqi var. Düzgün cavab olur C variantı. Növbəti suala baxırıq. 16-cı sual. 16-da nə deyir bizə? 16 qeyd olunub ki, A, B, C nöqtələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını tapın. Deməli, A bərabərdir. A neçədə yerləşir? 100 dərəcə qərb uzunluğunda. Sonra B. A, B-ni soruşur. B 0-da yerləşir. 0. C də yerləşir. 78 dərəcə şərq uzunluğu. 78 şərq uzunluğu. Burada müəyyən edərik ki, demək 100 dərəcə qərb uzunluğu 100-ü böldük 15-ə. 6 dəfə 6 dənə 15-in 90, 10 qalıq qaldı 7 və 100 dərəcə qərb uzunluğu 7-ci saat qurşağında yerləşə bilməz. Deməli 24-dən də çıxırıq 7-sin yerləşir neçənci saat qurşağında? Yerləşir 17-ci saat qurşağında. Müəyyən etdik ki, bu yerləşdi 100 dərəcə qərb uzunluğu. Yerləşdi 17-ci saat qurşağında. B 0-cı və yaxud da 24-cü saat qurşağında 0. Sonra C də yerləşəcək 78-i böldük 15-ə. 78-i 15-ə bölən zaman 5 dəfə 15-in 75 qalıq 3 qaldı. 3 7-5-dən kiçik olduğu üçün qalığa dəymirik və yerləşir neçənci saat qurşağında? 5-ci saat qurşağında. Deməli, bizdən soruşulan saat qurşaqları 17:05. Düzgün cavab Y variantı. Növbəti qeyd olunub. 17-ci sual qeyd olunub. Baxaq 17-ci sualda. AB məntəqələri arasındakı yerli vaxt fərqini hesablayın. Yerli vaxt fərqini bizdən istəyir. Baxaq. A məntəqəsi A bərabərdir. A neçədədir? 20 qərb uzunluğunda. B də yerləşir 50 dərəcə şərq uzunluğunda. Baxaq bunlar arasında dərəcə fərqinə. Dərəcə fərqi müəyyən edirik ki, bunlar arasında neçə dərəcə fərqi var? 70 dərəcə fərqi var. 70 dərəcəni də 70-i bölürük 15-ə. Əldə edirik nə qədər? 4 saat. Qalıq neçə qaldı? 10. 4-dən 15-in 60 elədi. Qalıq 10 qaldı. 10 da vuruq 4-ə. 4 saat 40 dəqiqə zaman fərqi var. Düzgün cavab olur C variantı. Növbəti 18-ci suala baxırıq. 18-ci sualda nə deyir bizə? 18. 50 dərəcə qərb uzunluğunda saat 14:30 olarsa, 15 dərəcə şərq uzunluğunda yerli vaxtla saat neçə olar? İlk öncə bu məntəqəni qeyd etməliyik. 50
qərb uzunluğu. 50 qərb uzunluğunda verib saatı 14:30. 14:30 verib və biz müəyyən etməliyik ki, bu olsun Greenwich meridianı, bu da olsun 15 şərq uzunluğu. İlk öncə biz bunlar arasında dərəcə fərqini müəyyən etməliyik. 50, o da 15 verir bizə neçə dərəcəni? Ümumi 65 dərəcəni. Biz 65 dərəcəni saata çevirək. 65-i bölərik 15-ə. Əldə edərik 4 saat. 4 dəfə 15-in 60 qalıq 5 qaldı. 5-də vurdun 4-ə 20. 4 saat 20 dəqiqə zaman fərqi var. Bunlar arasında 4 saat 20 dəqiqə zaman fərqi var. Və 50 dərəcə qərb uzunluğunda 14:30-dursa, 15 dərəcə şərq uzunluğunda günəş daha tez çıxıb axı. Orada zaman daha irəlidir. Onun üçün 14:30 üstə gəl 4:20. Əldə edərik nə qədər? Əldə edərik 18:50. Düzgün cavab olur A variantı. Növbəti 19-cu suala baxırıq. 19-da yer kürəsi 60 dərəcə fırlanması üçün nə qədər vaxt lazımdır? Yer kürəsinin 1 dərəcə fırlanmasına 4 dəqiqə zaman lazımdır. 60 dərəcə fırlanmasına 4 dənə 60-ın 240 dəqiqə vaxt lazım olacaq. Düzgün cavab B variantı. Növbəti sualın izahına baxaq. 20-ci sual. 20-ci sualı qeyd edək. Qeyd olunub ki, 3-cü və 11-ci saat qurşağının orta meridianları 3-cü saat qurşağı və 11-ci saat qurşağı hər ikisi yerləşir şərq yarımkürəsində. 3-ü vururuq 15-ə əldə eləyirik 45 dərəcə şərq uzunluğu olur və 11-i də 15-ə vuranda 165 dərəcə şərq uzunluğu. İkisi də eyni yarımkürədir və bunlar arasında da fərq bizə 120 dərəcəni verir. Düzgün cavab Y variantı. Növbəti 21-ci suala baxırıq. 21-ci sualda qeyd olunub ki, 23 sentyabrda biz bilirik ki, 23 sentyabrda Günəş ekvator üzərində zenitdə olur və qeyd edir ki, bax bu Greenwich meridianı deyir ki, 23 sentyabrda Günəşin çıxdığını Greenwichdən 2 saat sonra müşahidə edən səyyah hansı meridian üzərindədir? Deməli, Greenwich meridianı üzərində Günəş çıxdıqdan 2 saat sonra onu müşahidə etdi. 2 saat sonra müşahidə etdi. 2 dənə 15-in neçə eləyir? 30 dərəcə. Yəni 30 dərəcə qərb uzunluğunda 2 saat sonra Günəş çıxıb. Yəni 2 saat gec çıxıb sıfıra nisbətən. Düzgün cavab olur Y variantı. 30 dərəcə qərb uzunluğunda Günəşin 2 saat gec çıxdığını gördü. Sonradan görüb Günəşi. Düzgün cavab Y variantı. Sonra növbəti sualın 22-ci sualın izahına baxaq. Bakıda yerli vaxtla saat deyir 19:35-dir. Digər məntəqədə isə saat 14:15-dir. Həmin məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Qeyd edək burada Bakının uzunluğunu bildiyimiz üçün Bakı yerləşir 50 şərq uzunluğunda və Bakıda saatı verib ki, Bakıda saat 19:35-dir. Digər məntəqədə görürük ki, saat 14:15-dir. Deməli, Bakıdan geridədir bu məntəqə. Saat fərqi olaraq geri olduğu üçün bu məntəqə geridədir. Həmin məntəqədə saat neçədir? 14:15.
5'dir. Və müəyyən edək ki, bunlar arasında saat fərqi nə qədərdir? 19, 35 çıxılsın 14, 15. Müəyyən edirik ki, buradan 20 və 19'dan da 14'ünü çıxarıq, qalar 5 saat. Demək, bunlar arasında 5 saat 20 dəqiqə zaman fərqi var. 5 saat 20 dəqiqəni də biz dərəcəyə çevirməliyik. Necə ki, dərəcədən saata keçirdik, indi isə saatdan dərəcəyə keçəcəyik. 5 saat, bu da dəqiqə. 5 dənə 15'in neçə eləyir? 75 dərəcə. Düz deyilmi? 75 dərəcə. Üzərinə gələrəm. 20'ni də bölərəm 4'ə eləyər 5 dərəcə. Bərabərdir, müəyyən etdim ki, 80 dərəcə fərq var. Fərq var. Həmin məntəqə 80 şərq uzunluğunda yerləşmir. 80 dərəcə fərq var. Deməli, Bakı yerləşir 50 şərq uzunluğunda. Bundan 80 dərəcə fərqdə yerləşən məntəqə, bax, məsələn, gəldim Greenwich-ə qədər 50 dərəcə, 50 dərəcə Greenwich meridianına qədər müəyyən etdim ki, bu Greenwich-ə qədər 50 dərəcə. Yerdə qaldı 30 dərəcə. 30 dərəcə də qərb uzunluğuna keçərəm. Müəyyən edirəm ki, həmin məntəqə 30 qərb uzunluğudur ki, bunlar arasında 5 saat 20 dəqiqədə zaman fərqi vardır. Düzgün cavab olur. Bizdən soruşurdu ki, həmin məntəqənin coğrafi uzunluğu 30 dərəcə qərb uzunluğu. D variantı. Növbəti sual. 23-cü suala baxırıq. 23-də qeyd olunub. Deyir, bir-birindən 6660 km məsafədə yerləşən A və B məntəqələri arasında neçə dəqiqə vaxt fərqi vardır? Biz ilk öncə 6660'ı ekvator üzərində olduğu üçün bölürük 111'ə. Əldə edirik neçə dərəcə? 60 dərəcə fərqinin olduğunu müəyyən etdik ki, A ilə B arasında 60 dərəcə fərq var. 60 dərəcə fərq varsa, deməli, yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlandığı halda 60 dərəcəni də x. Buradan x bərabərdir 240 dəqiqə. Deməli, müəyyən etdik ki, AB arasında da 240 dəqiqə zaman fərqi var. Düzgün cavab D variantı. Növbəti 24-cü suala baxırıq. 24-də qeyd olunub AB. A və B. B məntəqələrinin yerləşdiyi saat qurşaqlarını bizdən istəyir. A yerləşir 36 qərb uzunluğunda. B yerləşir 69 şərq uzunluğunda. 9 şərq uzunluğunda. Deməli, biz 36'nı bölərik 15'ə. Düşər 2. Qalıq görürük 7,5'dən kiçik olduğu üçün qalığa dəymirik. 2. Qərb yarımkürəsi olduğu üçün 24'dən də 2'sini çıxırıq. Bu məntəqə yerləşir neçənci saat qurşağında? 22-ci saat qurşağında yerləşmiş olur. 69'a baxaq. 69 şərq uzunluğu. 69'u bölürük 15'ə, düşür 4 dəfə. Qalıq 9. 7,5'dən böyük olduğu üçün üzərinə 1 gəlirik və yerləşir 5-ci saat qurşağında. Deməli, A yerləşir 22-ci saat qurşağında, B də yerləşir 5-ci saat qurşağında. Düzgün cavab C variantı. Növbəti 25-ci suala baxırıq. 25'də qeyd olunub ki, vaxt fərqi 1 saat 20 dəqiqə olan A, B məntəqələri arasında məsafə
1 bölünsün 10 milyon miqyaslı xəritədə nə qədərdir və yaxud neçə santimetrdir? 1 saat 20 dəqiqə. 1 saat 20 dəqiqəni dərəcəyə çevirək. Kilometr müəyyən edək. 1 saat. 1 saat 20 dəqiqə zaman fərqi var. AB arasında. Baxın, bu A, digər məntəqədə B'dir. Deməli, 1 saat 20 dəqiqəni dərəcəyə çevirək. Bir dənə 15'ün 15 dərəcə. Üzərinə gələrəm 20'ni də bölərəm 4'ə. Edər 5 dərəcə. Üzərinə də gələrəm 5. Nə qədər eləyər? 20 dərəcə. Müəyyən etdim ki, A, B arasında 20 dərəcədir. Ekvator üzərində 1 dərəcə 111 kilometr olduğu üçün bax, 20'ni vururam 111'ə. Əldə edirəm nə qədər? 2220 kilometr. Kilometr olaraq əldə etdim ki, 2220 kilometrdir. Burada miqyas kəmiyyətini müəyyən edərəm ki, 1, 2, 3, 4, 5 dənə sıfır silərəm. Müəyyən edərəm ki, 1 santimetrdə 100 kilometr uyğun gəlir. Yaxşı. 2220 kilometr neçə santimetrə uyğun gələr? X. Buradan da X bərabərdir. Müəyyən edirəm ki, 22,2 22,2 santimetr. Düzgün cavab olur D variantı. Növbəti suala baxırıq. 26-cı sual. Qeyd olunub ki, ekvator üzərində iki məntəqə arasında 444 kilometr məsafə vardır. Bu məntəqələr arasında neçə dəqiqə zaman fərqi var? Ekvator üzərində 1 dərəcə 111 kilometrdir. 444 kilometri bölərək 111'ə. Müəyyən etdik ki, bunlar arasında deməli 4 dərəcə fərqi var və 4 dərəcəndə yer kürəsi 1 dərəcəni 4 dəqiqə fırlandığı üçün 4'ə vurarıq 4'ə. Əldə edərik ki, bunlar arasında nə qədər? 16 dəqiqə zaman fərqi var. Düzgün cavab A variantı. Növbəti 27-ci suala baxırıq. 27-ci sualda qeyd olunur ki, Bakıdan yerli vaxt fərqi 4 saat 20 dəqiqə irəli olan məntəqənin yerləşdiyi saat qurşağını tapın. Bakı yerləşir 50 şərq uzunluğunda və Bakıdan zaman fərqi olaraq deyir 4 saat 20 dəqiqə irəli olan məntəqənin yerləşdiyi saat qurşağını müəyyən etməliyik. İlk öncə bunu dərəcəyə çevirək. 4'ü ilk öncə 4'ü vurarıq 15'ə. Eləyər 60 dərəcə. Dəqiqəni də çevirək dərəcəyə. 20'ni də bölərik 4'ə. Yəni yer kürəsi 1 dərəcənin 4 dəqiqə fırlandığı üçün 20 dəqiqəni neçə dərəcəyə fırlanır? 20'ni də bölərik 4'ə. Eləyər 5. Müəyyən etdik ki, 65 dərəcə fərqi var Bakı ilə. Bakı 50 şərq uzunluğunda yerləşirsə, həmin məntəqə hansı uzunluqda olar? 50 üstə gəl neçə? 65. Müəyyən etdik ki, 115 şərq uzunluğunda yerləşir. İndi bizdən soruşur ki, həmin məntəqə neçənci saat qurşağında yerləşir? Ondan ötürü nə etmək lazımdır? 115'i bölmək lazımdır 15'ə. Buradan əldə edərik ki, nə qədər? Əldə edərik
nə qədər? 7 dəfə. 7 dəfə 15'in 105 edir. Qalıq neçə qalır? 105. Qala da qalır 10. 7,5'dən böyük olduğu üçün üzərinə 1 vahid əlavə edirik və yerləşir neçənci saat qurşağında? Həmin məntiqə yerləşir 8-ci saat qurşağında. Düzgün cavab olur C variantı. Növbəti 128-ci suala baxaq. 5-ci saat qurşağının orta meridianı 5-ci saat qurşağı şərq yarımkürəsində yerləşir üçün 5'i vuracaq 15'ə, eləcə 75 dərəcə şərq uzunluğu. Düzgün cavab B variantı. Növbəti 29'a baxaq. 29'da qeyd olunub ki, vaxt fərqi A, B arasında. Baxın, bu A'dır, bu da B. Məntəqələri arasında 72 dəqiqə 72 dəqiqə A-B məntəqələri arasında zaman fərqi var. Bunlar arasında deyil, həqiqi məsafəni müəyyən edin. Biz də yer kürəsi 1 dərəcəni fırlanır 4 dəqiqəyə. 72 dəqiqəyə x dərəcə dönər. 72'ni bölərik 4'ə, müəyyən edərik ki 18 dərəcə həmin vaxtda da fırlanar 18 dərəcə. A-B arasında 18 dərəcə fərqi var. 18 dərəcəni də vuraraq ekvator üzərində olduğu üçün 111'ə. Buradan əldə edərik. Deməli 1998 kilometr. Düzgün cavab olur D variantı. Növbəti 30-cu suala baxırıq. 30'da qeyd olunub ki, vaxt fərqi 1 saat 40 dəqiqə. A-B arası A, bu da olsun B. Bunlar arasında zaman fərqi nə qədərdir? 1 saat 40 dəqiqə. 1 saat 40 dəqiqə zaman fərqi var. Məsafə isə 1 bölünsün 22 milyon miqyaslı xəritədə nə qədərdir? Neçə santimetrdir? Bunu dərəcəyə çevirək. Bir dənə 15'in 15 dərəcə. 15 dərəcə. Üzərinə gələrik. 40'ı da bölərik 4'ə. İlər 10. Üzərinə 10 gələrik. Əldə edərik 25 dərəcə. 25 dərəcə müəyyən etdik. 25 dərəcə. Və 25 dərəcəni də 25'i də buradan 25'i də vuraraq 111'ə. Əldə edərik 2775. 2775 kilometr. Miqyas cəmiyyəti müəyyən edək ki 5 sıfır 3 4 5. Buradan müəyyən etdik ki 1 santimetrə 220 kilometr uyğun gəlir. 2775 kilometr isə x santimetrə uyğun gələr. 2775'i də 220'ye bölərik. 220'ye bölən zaman müəyyən edərik ki 12,6 santimetr olar. Düzgün cavab olur Y variantı. Növbəti 31-ci suala baxırıq. 31-ci sual qeyd olunub ki, aralarında 160 dərəcə meridian fərqi olan iki məntəqə arasında nə qədər zaman fərqi var? Biz buradan 160'ı bölərik 15'ə.
10 dəfə 150 edər. 10 saat 10 dərəcə qalır. 10 dərəcəni də vurarıq 4-ə. 10 saat 40 dəqiqə. Bunlar arasında 10 saat 40 dəqiqə. Düzgün cavab Y variantı. Növbəti 32-ci suala baxırıq. 32-də qeyd olunub ki, turist 175 dərəcə qərb uzunluğundan ekvator boyu martın 15-də 270 dərəcə azimutla gəmi ilə 666 kilometr üzdü. Turistin gəlib çatdığı məntəqənin coğrafi koordinatları və ayın tarixini tapın. Burada müəyyən etməliyik ki, baxın, bu olsun 175 qərb uzunluğu olsun 180 dərəcəli meridian, bu da olsun Greenwich meridianı və bizə qeyd edib ki, ekvator boyu bax bu məntəqədən martın 15-də 15 mart tarixində 270 dərəcə azimutla deyir. Baxın, ox işarəsi qoydum. 270 dərəcə azimutla 666 kilometr üzdü və böldüm 111-ə, əldə etdim nə qədər? Gedib 6 dərəcə gedib. Dərəcə fərqi olaraq 6 dərəcə üzüb. Kilometr olaraq 666 kilometr üzüb. Baxın, 175 dərəcə qərb uzunluğundan 270 dərəcə azimutla 6 dərəcə getsəm, mən 5 dərəcə gedib 180-ə çataram. 180 dərəcə meridian da tarixin dəyişmə meridianıdır. Və 1 dərəcə qalır. 1 dərəcə də keçsəm, yenidən keçəcəm şərq yarımkürəsinə. Olacaq 179 şərq uzunluğu. 179 dərəcə şərq uzunluğu. Və ayın tarixi neçə olacaq? Şərq yarımkürəsində bir gün irəli olacaq 16 mart tarixi olacaq. Düzgün cavab olacaq 179 şərq uzunluğu 16 mart. Düzgün cavab B variantı. Növbəti suala baxırıq. 33-də 4 yarımkürədə yerləşməyən saat qurşaqları biz bildik. Dedik ki, 4 yarımkürədə 0, 24, 12 4 yarımkürədə yerləşir. Yerləşməyəndir. Baxaq. 24 yerləşir, 24 yerləşir, 12 yerləşir, 12 0 yerləşir. Yerləşmir 6 və 8. Bunlar 4 yarımkürədə yerləşmir. Bunlar şimal yarımkürəsində yerləşir, cənub yarımkürəsində yerləşir, bir də şərq yarımkürəsində yerləşir. 3 yarımkürədə yerləşir. 34. Qeyd olunub ki, 21 mart günü Günəş 10 dərəcə şərq uzunluğundakı A məntəqəsindən neçə dəqiqə əvvəl 30 dərəcə şərq uzunluğunda B məntəqəsinə çıxmışdır. 21 mart günü Günəş ekvator üzərində zenitdə olur. Mən müəyyən etməliyim ki, 10 dərəcə şərq uzunluğu 10 şərq uzunluğunu müəyyən etməliyəm və ondan şərqdə yerləşən 30 şərq uzunluğunu müəyyən etməliyəm. Bunlar arasında dərəcə fərqi müəyyən etməliyəm ki, nə qədər dərəcə fərqi var. Dərəcə fərqi olaraq 20 dərəcə fərqi var. Yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlandığı halda 20 dərəcəni də x. Müəyyən etdim ki, bunlar arasında 80 dəqiqə zaman fərqi var. 30 dərəcə şərq uzunluğu məntəqəsində B məntəqəsində 80 dəqiqə tez çıxıb. Düzgün cavab C variantı. Növbəti 35-ci suala baxırıq.
qeyd olunub ki, 6-cı saat quşağının orta meridianı ilə 11-ci saat quşağının orta meridianı arasında dərəcə və vaxt fərqini bizdən istəyir. 6 və 11 şərq yarımkürəsində yerləşir. 6-dan 15-in eləyir 90 dərəcə. 90 dərəcə şərq uzunluğu. Digər məntəqə isə 11 vurulsun 15, 165 dərəcə. 165 dərəcə şərq uzunluğu. Bunlar arasında fərq bizə 75 dərəcəni verir. 75 dərəcə olaraq 75 dərəcə və 5 saat. 75 dərəcə edir. 75 dərəcədə 75-i bölsün 15-ə eləyir 5 saat. Dəqiqə olaraq da 300 dəqiqə. Düzgün cavab D variantı. Növbəti suala baxırıq. Növbəti sualda bizə nə deyir? 36. 36-da qeyd olunub ki, sxemə əsasən el məntəqəsinin coğrafi uzunluğunu tapın. El məntəqəsi. Deməli, K məntəqəsi neçədədir? Qeyd edək. K məntəqəsi 22 şərq uzunluğunda. Saatı verib ki 18:44-dür. El məntəqəsində verib. El məntəqəsində verib 19:56. Saatı verib 19:56. Mən müəyyən etməliyim ki, demək el məntəqəsi, bax bu el məntəqəsi olur. Bu da K məntəqəsi. El məntəqəsi K məntəqəsinə irəlidədir. 19:56 çıxaram 18:44-ün. Deməli, buradan müəyyən edərəm ki, 12 dəqiqə 1 saat 12 dəqiqə zaman fərqi var və bunu dərəcəyə çevirərəm. 15 üzərinə də gələrəm 3. Müəyyən etdim ki, bunlar arasında 18 dərəcə fərqi var. 18 dərəcə fərqi var. Və burada 22 şərq uzunluğudursa, bunun üzərinə gələrəm 18 dərəcə. Müəyyən edərəm ki, həmin məntəqə yerləşir 40 şərq uzunluğunda. El məntəqəsinin uzunluğu 40 şərq uzunluğudur. Düzgün cavab olur A variantı. Növbəti suala baxırıq. 37-ci sual. 37-ci sualı qeyd edək. Bizdən istəyir ki, sxemə əsasən A, B məntəqələr ekvator üzərindədir. Aralarında 3 saat 20 dəqiqə yerli vaxt fərqi mövcuddur. Bu məntəqələr arasında məsafənin orta miqyaslı tədris qlobusun neçə santimetr olduğunu müəyyən edin. Baxırıq ki, A məntəqəsi var. Bir də B məntəqəsi var. Və bunlar arasında 3 saat zaman fərqi, 3 saat 20 dəqiqə zaman fərqi var. Mən 3 saat 20 dəqiqəni dərəcəyə çevireyim. 3-dən 15-in neçə eləyir? 45 dərəcə. Üzərinə gələrəm. 20-ni də bölərəm 4-ə, eləyər 5. Buradan tapdım ki, bunlar arasında 50 dərəcə fərqi var. 50 dərəcə. Və ekvator üzərində 1 dərəcəlik göz 111-dir. Vuraram 111-ə. Əldə edirəm
5550 kilometr. Həqiqi məsafəni müəyyən etdim ki, 5550 kilometrdir. Mən buradan orta miqyaslı qlobusu bilməliyəm ki, 1 bölünsün 50 milyondur. Və buradan 5 sıfır silərəm. Müəyyən edərəm ki, buradan 1 santimetrə 500 kilometr uyğun gəlir. 5550 kilometr neçə santimetrə uyğun gəlir? Buradan x bərabərdir. Müəyyən edərəm ki, 11,1 santimetrə uyğun gəlir. Düzgün cavab A variantı. Növbəti 38-ci suala baxırıq. Qeyd olunub ki, 2-ci saat quşağının orta meridianı ilə Bakı şəhəri arasındakı zaman fərqini müəyyən edin. Bu olsun Kembric meridianı. 2 dənə 15'in eləyir 30. O da yerləşdi 30 şərq uzunluğunda. Bakı da yerləşdi 50 şərq uzunluğunda. Zaman fərqini istəyir. Baxırıq ki, bunlar arasında neçə dərəcə fərqi var. 20 dərəcə. 20-ni də vuraraq yer kürəsi 1 dərəcəni 4 dəqiqəyə fırlandığı üçün 4-ə bərabərdir 80 dəqiqə edəcəkdir. Düzgün cavab A variantı. Növbəti 39-cu suala baxırıq. Qeyd olunub ki, 30 dərəcə şərq uzunluğunda yerli vaxtla saat 20:00 və çərşənbə axşamıdır. 105 dərəcə şərq uzunluğundakı məntəqədə yerli vaxtla saatı soruşur və həftənin hansı günü olduğunu müəyyən etməyi bizdən istəyir. Bu olsun 30 şərq uzunluğu və saatı da verib ki 20:00'dur. 20:00'dur. 105 dərəcə şərq uzunluğun. Bu da olsun 105 şərq uzunluğu. Burada bizdən saatı soruşur, bir də həftənin günün soruşur. Çərşənbə buradadır, çərşənbə axşamı. Çərşənbə axşamı buradadır. Baxaq bunlar arasında 75 dərəcə fərqi var. 75 dərəcədə nə qədər eləyir? 75 dərəcəni 15'e böləndə 5 saat fərq edir. 5 saat fərq edir. Və bizdə 105'i soruşur. Baxın. 30 dərəcə şərq uzunluğu 105 dərəcə şərq uzunluğundan geridir. Orada 20:00'dursa 105 dərəcə şərq uzunluğunda olan məntəqədə isə 30'dan 5 saat irəlidir. Yəni 20:00 üzərinə gəlirik irəli. Neçə eləyir orada? Üzərinə gəlirik 5 saat eləyir orada 1 müəyyən etdik ki 1:00 1:00'dur. Saatı müəyyən etdik və həftənin gündə çərşənbə. Düzgün cavab B variantı. Bir gün irəlidir. Sonra 40-cı suala baxırıq.
Qeyd olunub ki, 3-cü saat qurşağında yerləşən coğrafi uzunluqları seçin. 3 dəfə 15-ün elədi. Neçə? 45 dərəcə şərq uzunluğu. Bunun kənar meridianları var. Bir tərəfi 52,5 şərq uzunluğu. Bir tərəfi də 37,5 şərq uzunluğu. Elə bir məntəqələr götürməliyik ki, onlar 3-cü saat qurşağında yerləşməlidir. Baxırıq ki, 16 bu aralığa aid deyil, həm də qərb uzunluğudur. 44 dərəcə şərq uzunluğu bu aralıqdadır. 2. 6 qərb uzunluğu aid deyil. 23 şərq uzunluğu baxırıq ki, aid deyil. 51 şərq uzunluğu bu aralıqdadır. 2-5. Bir də 2-5-6. Düzgün cavab olur 2-5-6 Y variantı. Növbəti 41-ci sual. Xəritə sxeminə əsasən hansı iki şəhər arasındakı yerli vaxt fərqinin daha çox olduğunu müəyyən edin. Elə bir məntəqələr müəyyən etməliyik ki, biri şərqdə olsun, biri qərbdə olsun. Bunlar arasında dərəcə fərqi çox olsun. Baxırıq ki, Bakı ilə Naxçıvan arasında biri şərqdə, biri qərbdədir. Elə bir cavab olmalı ki, Bakı ilə Naxçıvan. Düzgün cavab Y variantı. Növbəti 42-ci suala baxırıq. Qeyd olunub ki, Daşkənd 41 şimal enliyi 69 şərq uzunluğu və Tbilisi 42 şimal enliyi 45 şərq uzunluğu. İkisi də şərq uzunluğundadır. Bunlar arasında yerli vaxt fərqini bizdən istəyir. Baxdıq ki, 69 şərq uzunluğu ikisi də şərqdədir, çıxılsın 45 şərq uzunluğu. Müəyyən etdik ki, bunlar arasında neçə dərəcə? 24 dərəcə fərqi var. Və 24 dərəcəni də 24'ü biz bölərik 15'ə. Əldə edərik 1 saat. Bir dəfə 15. Bütöv 15'imiz var içərisində. Qalığımız neçədir? 9. 9'da vurarıq 4'ə. 1 saat 36 dəqiqə zaman fərqi var. Yerli vaxt fərqi E variantı. Növbəti suala baxırıq. Qeyd olunub ki, 4-cü bir də 20-ci saat qurşaqlarının sərhədlərini tapmağı bizdən istəyir. Biz bilirik ki, 4-cü saat qurşağı şərq yarımkürəsində yerləşir. 4 dəfə 15'in 60 şərq uzunluğu edir. 60 şərq uzunluğu və bunun sərhədləri müəyyən edə bilərik ki, şərqə və yaxud da qərbə. 7,5 şərqə, 7,5 qərbə. Bir tərəfi 67,5 şərq uzunluğu, bir tərəfi də 52,5 şərq uzunluğu olur. Sonra 20-ci saat qurşağı 24 çıxılsın 20 qalır 4 dəfə 15'ün eləyir 60 dərəcə. Bu isə eləyir 60 qərb uzunluğu. 60 dərəcə qərb uzunluğunun bir tərəfi edir 52,5 qərb uzunluğu. Bir də eləyir 67,5 qərb uzunluğu. Bu da bunun sərhədləri. Düzgün cavab deməli uyğun gəlir. Düzgün cavab uyğun gəlir. B variantı. Növbəti suala baxırıq. 44-cü sual. Qeyd olunub ki, 8-ci saat qurşağı 8-ci saat qurşağı biz bilirik ki, şərq yarımkürəsində və 21
Birinci saat qurşağı isə qərb yarımkürəsində yerləşir. 8-ci saat qurşağının orta meridianı müəyyən edək. 8 dəfə 15-ün eləyər nə qədər? 120 şərq uzunluğu. Və bunun bir tərəfi keçər 127,5-dən digər tərəfi də keçər 112,5 şərq uzunluğundan keçər. Sonra bir də müəyyən etməliyik. 21-ci saat qurşağı müəyyən etməliyik. 24 çıxılsın 21 neçə qaldı? 3. 3 dəfə 15-ün müəyyən etdik ki, neçə oldu orta meridianı? 45 qərb uzunluğu. Bunun kənar meridianlarını da müəyyən edək. Bu tərəf olacaq 37,5. Digər tərəfə də olacaq 52,5 qərb uzunluğu. Bu da qərb, bu da qərb. Bunlar da şərq uzunluğu. Düzgün cavabı 112,5 şərq uzunluğu, 127,5 şərq uzunluğu, 37,5 qərb uzunluğu, 52,5 qərb uzunluğu. Düzgün cavab C variantı. Növbəti suala baxırıq. 45-ci sual. Qeyd olunub. Greenwich meridianı aralarında 120 dəqiqə yerli vaxt fərqi olan iki məntəqədən eyni məsafədə yerləşir. Eyni enlikdə yerləşən bu iki məntəqənin coğrafi uzunluqlarını müəyyən edin. Buradan baxırıq ki, bu olsun Greenwich meridianı. Aralarında 120 dəqiqə zaman fərqi var. Yer kürəsi 1 dərəcəni burada müəyyən etdik ki, həmin deməli bu olsun Greenwich meridianı. 120 dəqiqə zaman fərqi var. 120 dəqiqəni də bölürük 4-ə. Əldə edirik nə qədər? 30 dərəcə. 30 dərəcə fərq var. Eyni enlikdə yerləşir iki məntəqənin coğrafi uzunluğu. Yəni bax, bunlar arasında iki dənə məntəqə var. Biri qərbdə yerləşir, biri şərqdə yerləşir. Həm də aralarında 30 dərəcə fərq var. Biri yerləşər 15 şərq uzunluğunda, biri də yerləşər 15 qərb uzunluğunda. Bunlar arasında dərəcə fərqi bizə verər 30 dərəcəni. Düzgün cavab olur A variantı.